Ötən günlərdə Ağstafada yaşıllıqların məhv edilməsi ilə bağlı Bölgə TV-nin hazırladığı süjet efirdə yayımlandıqdan sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları operativ araşdırmalara başlayıblar. Yoxlamalar nəticəsində faktlar təsdiqini tapıb. Belə ki, Ağstafa rayonunun inzibati ərazisində yerləşən Yuxarı Salahlı qum çınqıl yatağında təbiətə ciddi ziyan vurulduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, Hacıyev Eldar Muxtaroğlu'nun istifadəsinə verilmiş ərazidə 110 ədəd yulğun kolu məhv olunub və bu səbəbdən 8800 manat məbləğində ziyan dəyib. Eyni zamanda Hacıyev və Gülnarə Nəsib qızının istifadəsinə verilmiş həmin yataqda 121 ədəd yulğun kolunun və 9 ədəd iydə ağacının məhv edilməsi nəticəsində 10.400 manat məbləğində ziyan vurulduğu müəyyənləşdirilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Bölgə TV-yə bildirilib ki, hər iki fakt cinayət tərkibi yaratdığı üçün toplanmış materiallar 2 oktyabr 2025-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Rəna Rövşənqızı, BTV.